Salam aleykum dəyərli izləyicilər. Sizə gözəl yeni gələn bir kombini təqdim etmək istəyirəm. Adı Thermohaus'dur. Deməli logosu budur. Görünüşü, zahiri krışkası budur, görünüşü budur. Knopkalarıdır, yandırıb söndürmək. Deməli nastroyka. Deməli bu rezetdir, qış rejimi, yay rejimi. Primitiv idarə etməsi var. Platası budur. Keçək içinə baxaq. Deməli, mən çəkdim harca təqribi 36 kiloqrama gəlib çıxır. Yəni ağır kombilərdəndir. Bu onun esenjorun qalın olmağından, genləşmə çəninin böyük olmağından xəbərdar, həm də bütün detalların təmiz mis olmağından yəni xəbər verir. Fanı Sohon fanıdır. Özünüz bilənlər bilir. Bu məşhur istehsalçıdır içində. Yəni zavoddur Sohon. Deməli, bunların katuşkası, abmotkası keyfiyyətli olur. İkincisi, burada patçiblikləri yağlamaq çox asandır. Demirəm, bir dənə bu kombilərdə Sohon yanır. Yaxşı brendlərdə, yaxşı zavod mallarında bu fanlar yanır yəni. Bunu yağlamaq da rahatdır. Patçibliklərin 2 dənə boltdur, görürsünüz. Yuxarıdan aşağıdan açıldı, yağlandı, qoyuldu yerinə. Bəzi məşhur istehsalçılarda, misal üçün, amma fanı geri tam sökəsən ki, harasa geyib çatasan. Protestat standart. Genləşmə çəni belə böyüdür, 8 litrə yaxındır. Yəni qabaritləri böyüdür. Rahat havanı vurmaq olar bu tərəfə. Esenjoru görürsünüz ki, çox qalın esenjoru var. 23 santimdir. Sizə də onu lap belə deyim, görsədeyim deməli. $23 santim. Deməli, burada da bura hardasa 4 santim, 4.2 santim da belə deyim. 4 santimlə da 4 santima yaxındır belə deyim. Sonra bunun esenjoruna keçən trubkalar, podaça, abratka, keçmə deyil, qaykadır. Bilənlər bilir ki, bu daha çox istiliyə dözür və davamlıdır. Yəni daha çox müddət işləyə bilər. Nəinki keçmə esenjorlar. Təmiz misdir bunlar hamısı, təmiz misdir. Deməli, farsunka sayı 12-dir, farsunka sayı 12-dir, təmiz 24 kilovatlıqdır. Farsunka sayını da saya bilərsiniz. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dən farsunkası var. Keçək aşağı hissələrinə. Bütün hamısı mis trubkalarla birləşib. Yəni genləşmə çəninə də mis trubka gedir. Deməli, nasos hissəsinə mis trubkadır. Görürsünüz, hamısı qayka iləndir. Hamısı qayka içinədir, hamısı qay içinədir. Qaza da hətta mis trubkadır. Deməli, burada da qaykadır. Maşallah, birləşmələr əladır. Gidroblok hamısı latundur. Gördüyünüz kimi təmiz latundur. Dəmir qarışacağı yoxdur. Bəzi istehsalçılarda, bəzi kombilərdə bu latun təmiz latun deyil. Yəni dəmirlə qarışıq latun olur. Yəni bu onun təmiz olmağı onu ərbdən qoruyacaq. Emniyat vintili, baxın. Görürsünüzsə emniyat vintili. Vzrivnoy klapan. O da latundur. Plastik deyil. Bəzi yəni kompozit deyil. Təmiz latundur. Və onun aşağı çıxışı var. Yəni aşağı çıxışı var. Partlayış olanda, təzyiq misal 3-dən yuxarı olanda suyu yəni kombinin divarına vurmur. Bəzi istehsalçılar emniyat vintilindən şklanqı buraxmırlar. Prəmoy su sıçrayır bura. Bu da hamısı plata və s. nasos, bütün elektrika yəni sıradan çıxa bilər. Elektron detallar. Qaz klapını özünüz gördüyünüz ki, Sigma'dır. Yəni İtaliya kombilərdə, bəzi Çinin zavod mallarında dayanan qaz klapındır. Sigma ən üstün qaz klapındır. Bu çirkli qazla, zəif qazla işləyə bilən qaz klapındır, qaz valfıdır. 3 yollusu standartdır, plata standartdır, Wi-Fi dəstəkləyir, qoruyucusu var. Yəni belə qoruyucusu. Qoruyucu, rezistor, nə deyirsiniz deyin. Bunlar var hamısı. Wi-Fi da var. Wi-Fi dəstəkləyir. Bütün sənətində onun prilajenləri necə qoşulmağı, hər bir şey var. Servisi var, garantiyası var bu kombilərin. Altına da keçək baxaq. Sleeve yeri var. Sleeve-i də eləyə bilərsiniz. Standart qoşulmadır. Podaça, abratka, soğuk suyun girişi, isti suyun çıxışı şəkildə də göstərilir. Qaz ortada, standart. Deməli, patbitkanı belə rezinlə qəşən bağlayıblar ki, o tərəf görsənməsin gözəl şəkildə. Əla kombilər. İkinci esenjor əladır. 1 dəqiqəyə hardasa 12-13 litr su verə bilir. Sənətində elə qeyd olunub. Esenjoru burası əladır. Təmiz 24 kilovatdır. Təmiz 24 kilovatdır. Hətta uçiplitili də var burada. İzolyasiyası da var. İzolyasiyası da var. Bu stenkada izolyasiyası var. Krışkası budur. Deməli, bax belə bu formada kombi. Sonra nə yadımızdan çıxdı? Öz pompasıdır. Thermohaus'un öz pompasıdır. Fikir verin 15-in 60-a. 3-cü skorda 105 watt gücə malikdir yəni. Hətta bəzi İtaliya kombilərində bu göstərici aşağıdır. Yəni misal 98 yazan var, 65 yazan var. Baxırsınız ki 7-8 dənə radiatoru yəni dövrə eləyə bilmir pompa. Burada əksinədir.
Yəni pompa 105 wattdır, gücü çoxdur, rahat misal üçün 100 kvadrat, 150 kvadrata yəni yararlıdır bu kombilər. Belə böyük bacası var, böyük bacası var. Sonra nə yaddan çıxdı? İnşallah ki. Məncə hər şey deyildi. Yəni məhsul keyfiyyətlidir, göz qabağındadır. Ağır kombilərdən biridir. İnşallah ki ala bilərsiniz. Nömrəni qoyacağam səhifədə. Nə lazımdır? Zəng vurun, soruşun, kömək eləyək sizə. Diqqətinizə görə çox sağ olun, var olun.